Salam, bugün qonşu və qarşılıqlı bucaqlar mövzusuna baxırıq. Usta pəncərəni düzəltmək üçün nərdivana çıxdı. Nərdivanın açılan hissələrinin kəsişdiyi nöqtə şərti olaraq O hərfi ilə işarə edilib. AOB, AOS və BOS hansı növ bucaqlardır? Deməli, SB-ni biz nərdivanlı SB adlandırmışıq. Amma onun OA adlananda bir dayağı var. Beləliklə SOA, SOB və AOB bucaqları alınıb. Hansı növ bucaqlardır? SOB bucağı biz görürük ki, açıq bucaqdır, 180 dərəcəli bucaqdır. SOA bucağı kör bucaqdır. AOB bucağı isə iti bucaqdır. AOB və AOS bucaqlarının ölçüləri ilə BOS bucağının ölçüləri arasında hansı əlaqə var? BOS bucağı ilə AOB və AOS bucaqları arasında hansı əlaqə var? AOB və AOS bucaqları qonşu bucaqlardır. Biz axı dedik BOS bucağı açıq bucaqdır, yəni 180 dərəcədir. Deməli, AOB bucağı üzərinə gəlinsin AOS bucağı BOS bucağına bərabərdir. Əlaqəni də beləliklə tapdıq. AOB bucağının ölçüsü azalarsa AOS bucağının ölçüsü necə dəyişir? Axı biz dedik bunların ikisinin cəmi 180-dir onsuzda. Cəmlərin birini azaldanda onsuz da digəri artacaq da. AOB-ni gəlin biraz da azaldaq. Tutaq ki, dayaq buradan olacaq. Deməli, bunun ölçüsü daha da çoxalacaq. Öyrənmə hissəsi qonşu bucaqlar. Tərəflərindən biri ortaq olan, digər tərəfləri isə düz xətt əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Şəkildə MOK və KON bucaqları qonşu bucaqlar, OK şüası isə bu bucaqların ortaq tərəfidir. Deməli, baxın, bizə bir açıq bucaq verilib və bunun ortaq bir xətti var da, verilmiş iki bucağın, düzdür? Bu bucaqlar qonşu bucaqlardır. MOK və NOK. Bunların cəmi də 180-dir. Belə bucağı qonşu bucaqlar deyilir və tərifi də əzbərləmək lazımdır. Tərəflərindən biri ortaq olan, digər tərəfləri isə düz xətt əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Beləliklə, qonşu bucaqların dərəcə ölçülərinin cəmi 180-ə bərabərdir. Fikirləş hissəsinə baxaq. Qonşu bucaqların hər ikisi iti bucaq ola bilərmi? Baxın, gəlin bu ortaq tərəfi belə çəkək. Nə olur? Hər iki tərəf nə olur? Düz bucaq, düzdür. Gəlin belə çəkək. Nə olur? Bura iti olur, bura kör olur. Heç nə çəkməyək. Özləri necə çəkib? Baxın, bura iti, bura kör, düzdür. Yəni, ya hər iki tərəf düz bucaqlı olacaq, ya da bir tərəf iti, bir tərəf mütləq kör olacaq. Yəni, hər iki tərəf xeyir iti bucaq ola bilməz, hər iki tərəf xeyir kör bucaq ola bilməz, amma bəli, hər iki tərəf düz bucaq ola bilər. Uyğun nümunələri də göstərdik. Baxaq çalışma 1-ə. AOB açıq bucaq olarsa, bütün qonşu bucaqları və onların ortaq tərəflərini yazın. Deməli, AOB açıq bucaqdır. Bunların ortaq tərəfi OS-dir. Ortaq tərəf OS-dir. Qonşu bucaqları isə AOS və BOS-dir. AOS və BOS. Gəlin bunu belə yazaq. Üzərinə gəlinsin BOS bərabərdir. Bərabərdir 180 dərəcə. B-də də necə olur? AOB 180 dərəcədir. Bura göründüyü kimi 90 dərəcədir. OD və OF və OF bizim ortaq tərəflərimizdir. Amma qonşu bucaqları isə gəlin 180 dərəcə üzərindən götürək də. AOD və BOD-nin cəmi nədir? BOD-nin cəmi 180-dir də, düz deyil. Amma burada cəmləri 180 olan iki bucaq da var. AOF və BOF. Yəni, bu iki bucaq da qonşu bucaqlardır. Baxaq son olaraq C-yə. Burada AOB-miz 180 dərəcədir. 3 bucağa ayrılıb bu. Burada ortaq tərəflərimiz OD və OL-dir. Qonşu bucaqlarımız da 3 bucaqdır burada. AOD, DOL və LOB. Bunlar da qonşu bucaqlar oldu. Keçək 2-yə. Qonşu bucaqları müəyyən edin. Cəmləri 180 olan bucaqlar bizim qonşu bucaqlarımız olacaq. Cəm əgər 180-dirsə qonşu bucaq götürürük. 132-nin üstünə 48 yanında neçə eləyir 180 qonşu bucaqlardır.
72-nin üstünə 92 gələndə neçə eləyir? 164. Xeyr, qonşu bucaqlar deyil. Gəlin üçünü toplayaq. 85 üzərinə gəlsin 65. Nə eləyir? 150 üzərinə gəlsin 30. Bəli, 180 eləyir. Bunlar da olur qonşu bucaq. SAT 180 olarsa, ölçüsü verilən bucağı, qonşu bucağın dərəcə ölçüsünü tapın. Deməli, bir bucağın burada ölçüsü verilib 90. Əgər SAT 180-dirsə, digər bucağımızda əlbəttə ki 90 olacaq. SAT yenə də 180-dir. Biri 140-dırsa, digəri də olur 40. SAT 180-dir, biri 50-dirsə, digəri də olur 130. DSB bucağı ona qonşu olan ASD bucağından 2 dəfə böyükdür. Deməli, DSB bucağı, yəni bu bucaq, ASD bucağından 2 dəfə böyükdür. ASD-ni x ilə işarə ediblər. Deməli, biz də buraya 2x deməliyik. ASD bucağının dərəcə ölçüsünü tapın. 2x ilə x-i toplayanda biz bilirik ki, 180 dərəcə eləyəcək. Çünki ASB bucağı 180 dərəcəli bucaqdır. 3x bərabərdir 180. X də olur 60. Yəni, bura 60 dərəcədir, burada 120 dərəcədir. ASD-nin də ölçüsünü 60 tapırıq. O5 şüası SOD bucağının tənbölənidir. Deməli, O5 şüası tənböləndir SOD-nin. Gəlin, bura x ilə işarə eləyək, buranı da x ilə işarə eləyək. SOD 86 dərəcədir. 2-yə də bölünəndə neçə eləyir? 43 düşür də, düz deyil. SOB bucağının və ona qonşu olan AOS bucağının dərəcə ölçüsü nə qədərdir? SOB-ni biz tapdıq ki, 43 dərəcədir, 86-nı 2-yə bölməklə və ona qonşu olan AOS bucağını necə tapırıq? 180-dən də 43-ü çıxırıq. Eləyir 137. Qonşu bucaqdılar axı. Burada olur 137. Tənlik qurmaqlı suallara cavab verin. Biri digərindən 50 dərəcə böyük olan qonşu bucaqların dərəcə ölçüləri nə qədərdir? Deməli, qonşu bucaqlar var. Ona görə də bir dənə açıq bucaq çəkirik. Biri digərindən 50 dərəcə böyük olan iki qonşu bucaq var. Biri x-dir, biri də x üzərinə gəlsin 50-dir. Tənlik qurmaqla gəlin həll eləyək. X üzərinə gəlsin. X üstə gəl 50 bərabərdir 180. 2x üzərinə gəlsin 50 bərabərdir 180. 2x bərabərdir 130. X də bərabərdir 65. Bir tərəf 65-dir. Digərində 115 tapırıq. Dərəcə ölçüləri belədir. B. Birinin dərəcə ölçüsü digərindən 5 dəfə böyük olan qonşu bucaqların hər birinin dərəcə ölçüsü nə qədərdir? Deməli, yenə də 2 qonşu bucaq var. Ona görə bir ədəd açıq bucaq çəkirik və belə işarə eləyirik. Birinin deyil ölçüsü digərindən 5 dəfə böyükdür. Əgər bura x-dirsə deməli, burada olur 5x. Cəmi də neçə eləyir? 180 dərəcə. Yəni 6x bərabərdir 180 dərəcə. X də olur 30 dərəcə. Yəni, bura 30 dərəcədir. 5-ə də vururuq, burada olur 150 dərəcə. Baxaq digər öyrənmək hissəsinə qarşılıqlı bucaqlar. Elmidir də tərifini filan oxumadan gəlin mən sizə bunu izah edeyim. Asan dildə. Deməli, 2 dənə düz xətt çəkirik. Qırılma ola bilməz də, yəni 4 ədəd düz xətti görüb siz deyə bilməzsiniz ki, aha, burada qarşılıqlı bucaq var. Yəni, məsələn, belə olmaz. Mütləq bir xətt digərinin davamı olmalıdır. Baxın, bu buradan gəldi və düz şəkildə davam eləməlidir. Burada qarşılıqlı şəkildə olan bucaqlar. Bura x-dirsə, qarşısında dayanan burada x-dir. Bura y-dirsə, qarşısında bura dayanıbsa, burada y-dir. Gəlin oxuyaq tərifini. Bir bucağın tərəfləri başqa bir bucağın tərəflərinin davamıdırsa, belə bucaqlar qarşılıqlı bucaqlar adlanır. 2 AB və CD düz xəttlərinin kəsişməsindən AOD və COB, həmçinin AOS və DOB qarşılıqlı bucaqları əmələ gəlir. Qarşılıqlı bucaqlar kongruentdir, yəni bərabərdir, doğrudur. Dediyim kimi, bura x-dirsə, burada x-dir. Məsələn, şəkildə DOB bucağı AOD və COB bucaqları ilə qonşu bucaqdır. DOB bucağı, yəni bu bucaq, AOB və COB ilə qonşu bucaqdır. Niyə? Bu bucaqla bu bucağın cəmi də 180 dərəcədir. Çünki açıq bucaq üzərində yerləşiblər. Bu bucaqla bu bucağın da cəmi 180 dərəcədir. Çünki yenə də düz xəttin üzərində yerləşiblər. Eyni bucağa qonşu olan bucaqların dərəcə ölçüləri bərabərdir. Çünki AOD və DOB-nin cəmi də 180-dir və DOB və BOC-nin də cəmi 180 dərəcədir. Fikirlər hissəsinə baxaq. Eyni qaydadan istifadə etməklə BOD və AOC-ni necə əsaslandırmaq olar? Kongruent olduqlarını. Biz dedik, qarşılıqlı bucaqlar kongruentdir. AOC ilə
DOB də qarşılıqlı bucaqlarda düz deyil. Ona görə biz bilirik ki, bunlar kongruentdir. Belə əsaslandırmaq olar. Keçək 7-ci suala. İki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqların dərəcə ölçülərini tapın. Baxaq A-ya. İki düz xətt verilib və kəsişib. Biz bilirik ki, deməli, bu bucaqlar və bu bucaqlar kongruentdir. Yəni, çünki qarşılıqlıdır. AOC ilə BOD qarşılıqlı bucaqlardır. Ona görə də eynidirlər, kongruentdirlər. Ona görə burada 35 dərəcədir. Bilirik ki, BOC açıq bucaqdır, yəni 180 dərəcədir. 180-dən 35-i çıxırıq, eləyir 145. İndi biz BOA bucağını 180-dən yenə də 35 çıxıb, bura 145 yaza bilərik. Ya da ki, biz bilirik ki, COD ilə AOB də qarşılıqlı bucaqlardır və bərabər olmalıdırlar. Ona uyğun şəkildə də avtomatik 145 yaza bilərik. Yəni, burada AOB ilə COD, AOC ilə də BOD qarşılıqlı bucaqlar oldu. Və dərəcə ölçülərini də tapdıq. B-yə baxaq. Yenə də 4 dənə qarşılıqlı bucaq var. C 125-ə bərabərdir. Çünki qarşılıqlı bucaqlardılar. 180-dən 125-i çıxırıq. Bura olur 55. Və LSM və RSN də qarşılıqlı bucaqlar olduğu üçün burada bura bərabər olacaq. Bura nə yazmışam mən? Bura 55'dir. 50 niyə yazmışam? Deməli, burada 55 olmalıdır. Burada LSR ilə MSN qarşılıqlı bucaqlar oldu. LSM ilə də RSN. Və bucaq ölçülərində 55 və 125 olacaq şəkildə tapdıq. Baxaq C-yə. Burada qarşılıqlı bucaq olduğuna görə KAD bucağı da PAC bucağı kimi 45 dərəcə olmalıdır. Burada açıq bucaqdır axı. SAD bucağı ilə qonşu bucaqdır. Ona görə buranı tapmaq üçün 180-dən 45 çıxırıq. Olur 135. PAK də CAD ilə qarşılıqlı bucaq olduğu üçün burada olur 135. Yəni PAC və KAD bucağı bir-biri ilə qarşılıqlı bucaqdır. PAK və CAD bucağı da bir-biri ilə qarşılıqlı bucaqdır. Baxaq 8-ə. Şəkildə iki düz xətt kəsişir. Təsvirlərə əsasən x-in qiymətini tapın. Qarşılıqlı bucaqlar bilir 2 bərabərdir. Ona görə 45 dərəcə bərabərdir. X üzərinə gəlsin 15. X də bərabərdir 30 dərəcəyə. Burada x 30-dur. Yenə də qarşılıqlı bucaqlardır. 3x üzərinə gəlsin 25. Bərabərdir 115 dərəcə. 3x bərabərdir 90 dərəcə. X də bərabərdir 30 dərəcə. Burada da x 30 dərəcədir. Burada artıq qonşu bucaqlar verilib. Biz bilirik ki, bunların cəmi 180 dərəcədir. Yəni 2x üzərinə gəlsin 44 dərəcə. Üzərinə gəlsin 64 dərəcə. Bərabərdir 180 dərəcəyə. 2x üzərinə gəlinsin 108 dərəcə. Bərabərdir 180-ə. 2x bərabər olur burada 62-yə. Yox, 72-yə. X də olur 36 dərəcə. Baxaq 9-a. Kitab rəfini divara möhkəm bərkitmək üçün kronşteyndən istifadə olunur. MBS 35. Bu hissə 35. MCB 55 dərəcədir. Burada 55-dir. ABC və BCD cəmini tapın. ABC yəni bura, gəlin bura x deyək və BCD-ni, yəni bura. Bizdən x üzərinə gəlsin y soruşur. Deməli, ABM bucağı bilirik ki, açıq bucaqdır da, düz deyil, yəni 180 dərəcədir. Yəni x-i tapmaq üçün 180-dən çıxaq 35-i. Neçə eləyir? 145 dərəcədə, düz deyil. Biz x-imizi tapdıq 145. Y-i də tapmaq üçün biz bilirik ki, MCD bucağı da açıq bucaqdır. 180-dən 55 çıxmamız kifayətdir. Cavabımız olur 125 dərəcə. Y-i də beləliklə tapdıq ki, 125 dərəcə imiş. Bizdən ABC və BCD-nin cəmini soruşurdu, yəni x-lə y-in. X üzərinə gəlsin y də bərabərdir 145 dərəcə, üstəgəl 125 dərəcə. Bu da olur 270. Cavabımız olur 270 dərəcə. Baxaq 10-cu suala. Parkın ərazisində 3 yol kəsişir. Yəni bizim 3 düz xəttimiz var da, yəni 3 düz yolumuz var.
Şəkildən istifadə edərək suallara cavab verin. Gəlin birinci bir şəkli analiz edək. 3 düz yolumuz oldu da bizim düzdür. Deməli bizim 6 ədəd qarşılıqlı bucağımız var. 7x-in qarşılıqlı bucağı nədir? AOM-dir də, düz deyil. Deməli bura da 7x-dir. Konqruent idi axı bizim qarşılıqlı bucaqlarımız. Əgər MOD x üzərinə gəlsin 25-dirsə, CON də x üzərinə gəlsin 25 olacaq. Əgər AOC 35 dərəcədirsə, deməli BOD də 35 dərəcə olacaq. Yəni burada 35 dərəcədir. Gəlin buna uyğun sualları cavablandıraq. AOM, MOD və NOB bucaqlarının dərəcə ölçüləri nə qədərdir? AOM, MOD x üzərinə gəlsin 25 və NOB. Buranı soruşur bizdən. Gəlin tapaq. Deməli, biz bilirik ki, burada COD bucağı açıq bucaqdır. Yəni, bura 180 dərəcədir. Yəni, 35 dərəcə üzərinə gəlsin 7x, üzərinə gəlsin x üzərinə gəlsin 25, 180 dərəcədir də. Gəlin bu tənliyi həll edək. 8x üzərinə gəlsin 35-in üzərinə 25 gələndə 60, bərabərdir 180 dərəcə. 8x bərabərdir 120 dərəcə. 120 dərəcə. X da bərabərdir 15 dərəcə olur da, düzdür. Bizdən nəyi soruşurdu? AOM-i soruşdu da, düzdür, yəni 7x-i. 7x nə olacaq? 105 dərəcə. Deməli, bizim AOM-imiz oldu 75 dərəcə. Bu bucağı tapdıq. Gəlin MOD-ni tapaq. MOD x üzərinə gəlsin 25-imiz də nə oldu? X-imizi də 15 tapdıq. Üzərinə 25 gəldik 40 dərəcə. Yəni MOD oldu 40 dərəcə. Və NOB-ni soruşur bizdən. NOB yenə də 7x-i. Bura biz nə dedik? 105x dedik. 105 dərəcə dedik də. Və NOB də onunla qarşılıqlı bucaq olduğu üçün burada avtomatik 105 dərəcə olur. NOB də olur 105 dərəcə. Burada AOM-ə çaşıb 75 yazmışam. Bura 105-dir. Keçək digər suala. Digərində də soruşur ki, AON bucağının dərəcə ölçüsünü fərqli üsullarla necə tapmaq olar? AON bucağı. Bu bucağın. Fərqli üsullarla necə tapmaq olar? X üzərinə gəlsin 25-i birinci tapmaq olar. 40 dərəcə. Daha sonra 40-ın üzərinə 35 gəlib AON-i tapmaq olar. Fərqli necə tapmaq olar? AOM-i tapırıq biz 105 dərəcə. Axı bura bir düz xəttdir, düz yoldur. Bura 180 dərəcədir axı. Buranı tapıb 180-dən 105-i çıxıb AON-i də tapmaq olar. Belə fərqli üsulla tapmaq olar. Bugünlük bu qədər idi. Digər videoda isə məsələləri izah eləyəcəm. Görüşənədək.